Məni izləyən hər kəsə Allahın salamı olsun. Bu günləri mən sizlərlə çox ləzzətli, bol bərəkətli, xırçıltılı, vərəq-vərəq, dadlı kökələrin hazırlanmasını paylaşacağım. İnanın ki, çox bəyənəcəksiniz bu kökələri. Videoya keçməmişdən öncə videomu bəyənsəniz, kanalıma dəstək olmaq üçün videonun aşağısındakı like düyməsini basmağı unutmayın. İndi isə keçək hazırlama qaydasına. Öncəliklə ilıq südü qabın içərisinə əlavə edirəm. Mayanı hazırladığımız üçün süd mütləq ilıq olmalıdır, yəni isti süd olmalıdır. Və daha sonra üzərinə mayanı əlavə edirəm. Ərzaqların miqdarları videonun alt bölümündə qeyd olunacaq. Mayanı əlavə etdikdən sonra un əlavə edirəm və qatışdıraraq 5-6 dəqiqə otaq temperaturunda saxlayıram ki, maya aktiv olsun. Və daha sonra maya şişdikdən sonra kərə yağını isidirik, yəni orta istilikdə olmalıdır. Mayanın üzərindən əlavə edirəm və 2 ədəd yumurta əlavə edirəm. Yumurtalar da mütləq otaq temperaturunda olmalıdır. Və eyni kütlə halına gələnə qədər qatışdırıram. Daha sonra unu ələkdən keçirdərək kövrək, ələ yapışmayan yumuşaq bir xəmir yoğururam. Unun üzərindən duzu əlavə etməyi unutdum deməyə. Duzu da əlavə etdikdən sonra başlayıram xəmirimi yoğurmağa. Xəmiri yoğurduqdan sonra heç gözlətmədən də kündələrə ayırıram və kündələri stolun üzərini klukla bağlayıram. Saxlayıram bir 15-20 dəqiqə özünü tutsun. Daha sonra kündələri bir-bir açıram. Üzərinə çox az un əlavə edirəm ki, çox da xəmir qalın olmasın, bərk olmasın. Bir qədər un əlavə edirəm. Boşqab boyda, bir aş boşqabı boyda açıram kündələrin hər birini. Kündələri açdıqdan sonra bu cür diametri 32 sm olan soba listinin üzərinə birinci kündəni, açdığım kündəni yerləşdirirəm və üzərinə otaq temperaturunda ərinmiş kərə yağını çəkirəm hər tərəfinə. Hər birinə bir dolu xörək qaşığı olsa kifayət edəcəkdir. Və bu qaydada bu cür çəkirəm və daha sonra o bir kündəni də açıram. Eyni bu boyda üzərindən yerləşdirirəm. Onu da üzərindən kərə yağı ilə yağlayıram. Ən sonuncu kündəni açdıqdan sonra ən sonuncu qatı üzərinə yerləşdirirəm, amma artıq yağlamıram və xəmir yayan taxta boyda açıram. Xəmirimi əlimlə çox rahat da açılır. Üzərini bağlayıram bir 15 dəqiqədə. Xəmiri bu şəkildə gözlətdirirəm. Ondan sonra xəmiri içliyi hazırlayıram. İçli üçün bişmiş, çəkilmiş toyuğun döşətinin üzərinə bişmiş yumru düyü əlavə edirəm, zirinci əlavə edirəm və üydülmüş qoz əlavə edirəm. O qədər ləzzətli bir içlikdir ki, yəni bu içlik belə deyim də mənim öz ideyamdır. Çox möhtəşəm bir dadı var, hazırlayın. Əgər bu cür sevmirsinizsə, məsələn qozla sevmirsinizsə, onda adi ətlə də hazırlaya bilərsiniz içliyi və yaxud da kartofla da hazırlaya bilərsiniz. İçliyim hazır oldu. Keçirəm xəmirimi açmağa. Taxtanın üzərini unlayıram və xəmiri aça bildiyim qədər ən nazik şəkildə açıram. Çox rahat, inanın ki 5 dəqiqəyə açılır. Yəni oxlovu elə xəmirə vurduqda görəcəksiniz ki, nə boyda açılıbdır. Və xəmiri gördüyünüz kimi açdım. Daha sonra üzərini çox az duru yağla yağlayıram və daha sonra rulon şəklində bükürəm. Sıx-sıx bükmək lazımdır ki, qatları çox olsun. Badamburanı necə bükürük, qoğalı necə bükürük, bunu da elənçinə. Və daha sonra 2 hissəyə ayırdım. Ondan sonra 2 barmaq məsafə qoyaraq gördüyünüz şəkildə kəsirəm. Və daha sonra eynən badambura və qoğalı hazırladığımız kimi lenti gətiririk ən alt hissəsinə və əlimizlə yüngülvari üst qatı dağıtmadan açırıq və içərisinə içlikdən yerləşdirib yenidən bağlayıb sobanın listinə yığıram. Və hamısını eyni qayda ilə bu şəkildə
içliyi yerləşdirirəm. Yəni eyni qoğalda, badam burada necə içlik qoyuruq içinə, eyni burada da o cür yerləşdiririk. Soba listinə yığdım və üzərinə 2 ədəd yumurtanın sarısına 1 çay qaşığının yarısı qədər sarı kök əlavə edirəm. Yarım çay qaşığından az duru yağ əlavə edib qatışdırıb üzərinə yumurtanın sarısını çəkirəm. Baxın, yumurtanın sarısı yoxdursa, onda çayın zavarkasını, xatasını da, yəni çəkə bilərsiniz. Əlinizi batırın çaya, çəkin üzərinə. O da çox gözəl qızardır bu cür kökələri. Və üzərindən küncüt əlavə edirəm. Əvvəlcədən qızdırılmış 200 dərəcəli sobada alt üst rejimdə üzəri bax bu cür qəşəng belə qızarana qədər bişirirəm. Dadını dadmamışdan öncə ətri sizi belə valeh eləyəcək. O qədər ləzzətli bir ətri var, o qədər ləzzətli bir dadı var. Xırçıltılı, içliyi möhtəşəm. Yediyiniz zaman o qozun xırçıltısı, zirincin turş məzəliyi, qat-qat xəmir, müsibət bir dadlı xəmirdir. Bu kökələri mütləq tövsiyə edirəm ki, hazırlayın ki, inşallah ləzzətini də sevdiklərinizlə bölüşəsiniz. Göz haqqınızı halal edin. Allah hər kəsin süfrəsini bol ruzu bərəkətli etsin. Heç kimin gözü, heç kimin qazanda qalmasın inşallah. Kanalımı bəyənirsinizsə abunə olmağı unutmayın. Videolarımı bəyənirsinizsə like etməyi unutmayın. Şərhlərinizi oxumaq hər zaman mənim üçün xoşdur. Sağ olun, salamatla qalın.